Salam dostlar. Salam dostlar. Bugün biz keçər bir uşağa baxacağıq. İndi liftdəyik. Binaya mərtəbəyə çatmalıyıq. Gözü. Bakın bu uşağa oxşuyur, amma onun saçı var. Onun saçı yox. Aha. Saçmışıq. İndi üstündə 10 yazan evə getməliyik. Qapıyı döyürük. Qapı. Evdə kim var? Açın. Ev kilitlidir herhalde. Döyməklə açmırlar çünkü. Onda dostlar götürürük bunu. Qapıyı qırırıq. 3, 2, 1 qır. 3, 2, 1 qırıl. Qırıl qapı. Aa, açar buradaymış. Çok qəşəng gizlətiblər. Açırıq. Açırıq və keçər uşaq. Keçər başım. Keçər uşaq. Ne diyorsun? Oy Allah. Çok şirinsen sen. Şirinsen sen. Senin gözün niye kırmızı? Kırmızı gözlü insan var burada. Çok çirkin sen. Git bu evden. Git dedim. Git. Ne? Al. Aha, uşaq. Uşaq hoppandı. Gel sen atma ora. Gel senden top ol sen. Gel top ol sen. Sen topsan. Top oldu. Sen de top. Bir tane de ol top. Al sana top ol. Top 2. Ağlama. Ağlama bak hesaplaştırmamana. Otur sen burada. İndi sənə süt gətirək. Baxaq soyuducuda süt var mı? Var. Ama indi bunu təzə soyuducudan çıxartdığımız üçün biraz qazın üstünə atıb sütü bişirməliyik. Ata bilsəm qazın üstünə. Hadi getsən ay. Hə. Aç qazı. Yoxsa burada bişirmək lazım. Atırıq. Ay. Sən niyə uçursan? Hə. Bağlayırıq, biş orada. Biş. Bişməni gözləyir. Aha, partladı, süt partladı. Yanı söndürən gətirin. Yox, partlamayıb, neyse. Gəl səni çox qəribə dad gözləyir. Həm buz kimi süt, həm yanmış süt. Hamısını içəcəksən. Bu hardan gəlir? Meyvələrdən gəlmir. Altına batırıb bu. Otur burada. Altını değiştirmeliyim. Götür bunu. Uşağa da gitti. Her sırada uşağa da gitti. Buradadır. Uşaq yeriməyi öyrənib ya da uçmağı öyrənmiş olabilir. Çünkü biz belə yere o kadar tez gedənməli öyrən. Uçmağı öyrənmişsən balasın. Hə? Ağzının içini görürəm burada. Düzün ama uçmağı bilsənsə. Neyse. Keç yatağına yat. Bezdim senden. Birinci günümde de yoruldum bir. Aha. Otur yat burada mən gedirəm. Neyse mənə baxırsan yoxsa rahatlaşmayacaqsan. İndi oxuyuruq kitabı. Bıdı. Və oxuduq. Xoşuna gəldi bıdı nağılı. Hə? Keçəlim mənim bıdı. Neyse biz gedək. Sağ ol. Görüşərik. Akşama kadar. Gelip biraz televizyona baxaq. Yoruldum evce. Bütün günü uşaqla. Burada bir şey var. Götürək bir şey. Oyuncaq da vardı. At. Və yataq biraz televizyona baxaq. Tost maşını satırlar.
Uykum geldi. Uşaq ağlayır. 2 dəqiqə gözümü yummağa qoymadı. Ne yatırdım da. Neyse gidip baxım. Çıxaq üstə. Hə. Çıxaq üstə. Hardaydı bu uşağın yatağı? Unuttum. Yadımdan çıxdı. Ha, buraymış. Ben kapıyı örtməmişdim süreç. Ne bileyim. Məncə ört. Aa, uşaq yoxdur. Uşaq! Hara gittin? Bayaq ağlayırdın. Uşaq! Çocuk. Ben çamaşırın içindeydim. Sənin burada ne işin var? Uçmağı bilsən bana sen. Bak, ya bu uşaq alimdir. Nəsə düzəltib bir yerden bir yere gedir. Ya da uçabilir. Yine alimdir. Bu uşaq alimdir. Aparın bunu məktəbə. 3 qat alim olsun. Yaz görün bura. Burayı kes. İndi dost. Bu gördüğünüz keçələ, keçəl uşağa, keçəl insana, keçəl neyse de keçəl başa oyuncaq verməliyik. Hansını verək? Pişik var, tavşan var, bir də koyun var. Koyunu ver. Koyunu verək. Ay, verəmədim. Al uşaq koyun. Aa, uçtu koyun. Tavşanı verək. Tavşan. Ay. Uçan tavşan. Uçan tavşan tapdıq. Kim istəyir alsın. Hə, pişik uçmadı. İndi çıxaq. Gedək aşağı. Gedib də biraz televizora baxaq. Yuxum gəlir. Çox yuxum gəlir. Yatar aslında. Televizora baxa yatardım. İndi də olsa gün 2. Yəni ikinci gündəyik. Daha uşaq hardadır? Uşaq. Tutasam mı? Uşaq öz otağında değil. Görək bu dəfə hara uçub uşaq. Aha, burada da bir oyuncaq var. Uşaq hər yerə pişik oyuncağını qoyub deyib. Nədir? Hani uşaq? Aa, burada televizor baxırmış. Dostlar, paltarını dəyişmişəm. Necə görünür? Gel otur sen burada. Ben sana süt getirdim. Süt. Aha. Soyducu xarab deyəsən. Aha. Süt yoxdur indi. Süt yoxdur, hani süt. Süt. Hadi süt burada olmaydı. Allah Allah. Burada. Süt uçur. Uçan süt düzelttiler. Çok geçeyim. Aç kapıyı. Al. Ali yine. Yine giderdim buranay. Keçal baş. Keçal uşaq. Gel görün bura. Aha. Aha. Canlandı bu. Canlandı. Kaçır bizi. Ayağı yoktan bizden kaçır. Çok galiba. Ayaksız. Haradasın Ay, benim orada. Gel görün buraya. Kaçamazsan benden. Tutacağım. Bir de eline taktım. Bizden zarafat ediyor. Gel buraya. Aha. Yaxşı oldu sana. Şimdi seni götürürük. Canlı uşağın altına taxırıq. Gözlərə bax, gözlərə. Uşaqdan daha böyük gözlərim var. Gedib yat indi sən. Uşaq ucu. İndi uşağı yatdıraq. Da sən növbəti bölüm
növbəti bölümdə görüşərik, amma o bölümü qaçırmayın. Onda çox maraqlı olacaq. Sağ olun. Sizə